Səfəroğlu 215 Bəşir Səfəroğlu küçəsində atasız qızlar gəlsin mənim yanıma. Və mən o qızlar üçün əlimdən gələn hər şey eləyəcəm. Çünki o qızlardan biri Mənə elə gəlir ki, bu aparıcı xanımın üstünə biraz çox getdilər. Deyir ki, atasız qızlardan biri də mənəm. Atasız bir qız, atasız qızlar haqqında pis fikir deməz ki. Ha deyəlim ki, bir səhv eləyib ağzından çıxıb. Sevirik də baltalamağı. Baltaladığınız o xanım bugün işsiz qalıb. Hadi buyurun. Bəlkə də işi yoxdur. Bəlkə də geçimi oradan idi. Allah şahidim olsun, heç tanımıram. Heç verilişini də izləməmişəm. Sadəcə olaraq öz içimdən gəldi ki, bu xanıma bəlkə də haqsızlıq eləyirlər. Atasız qızlara salam olsun, baş tacısınız. Mən də sizin qardaşınızam. Buyurun.